nə vəziyyətdədir bizim təhsilimiz sizə görə? Təhsilimiz, bilirsiniz, oxuyan üçün normal vəziyyətdədir. Oxumayan üçün biz əksinə pul veririk ki, uşaqlarımız oxumasın. Bir çox hallarda elədir. Mənim evladlarım, məsələn, burada bitirdilər, 4-5 dil bilirlər. Yəni, danışıb, yazıb, oxuyurlar. Dil məsələsinə toxunacağım. Bu, rus dili ilə bağlı, yəqin ki, sizdə məlumat hamımız, yəni ki, rus dili məktəblərin bağlanması ilə bağlı bir ara əməli başlı belə sanki ayağa qalxmışdılar. İndi deyəsən, biraz səngidir. Necədir münasibətiniz rus dili məktəblərin bağlanması məsələsinə? Rus dili məktəblərini kim uşağını rus dilində oxuturmaq istəyirsə, ingilis dilində məktəblər var. Bu da pulunu versin, oxutursun. Mən büdcədən onları saxlamağa məcbur deyiləm. Yəni, ən pis halda belə olmalıdır. Yaxşı halda biz özümüz anlamalıyıq ki, mən Azərbaycan vətəndaşıyamsa, indi rusdursa bir başqa məsələ, evladını rusca oxuturmaq istəyir. O, hərənin öz işidir və bu haqq konstitusiya ilə bizim hüququmuzdur, haqqımızdır. Amma bizdə bir çox hallarda uşaqlarını rus bölməsinə verənlər, valideynlər özləri rusca daniyetdən başqa heç nə bilmirlər.